müəllimə, bugün bizim mövzumuz məktəbəqədər belə deyək də tərbiyə müəssisələrində oyunlar və onların təşkili olacaq. Bildiyimiz kimi, yəni oyun dedikdə bizim ağlımıza ilk növbədə nə gəlir? Uşağın həyatında nə kimi rol oynayır? Uşağın belə deyək də məktəbəqədər dövrdə hər tərəfli şəkildə inkişafını nəzərdə tutur. Yəni onların həm təfəkkürü, təxəyyülü, nitqi, daha sonra yaradıcılığı, motorikası, yəni bütün bunların birlikdə inkişafı nəzərdə tutulur. Yəni oyun həmçinin uşaqlarda bir sıra belə deyək də hadisələrin səbəb-nəticə əlaqəsini öyrənməyə, daha sonra bir sıra keyfiyyətlərin formalaşmasına təkan verir. Həmçinin müəllimələr, oyunlarımız bildik ki, uşaqların hər tərəfli inkişafına xidmət etdi. İndi qeyd edək oyunun növlərini. Bildiyimiz kimi oyunlarımız iki kateqoriyaya bölünür müəllimələr. Yaradıcı və qaydalı oyunlarımız var. Gəlin baxaq görək bunların fərqi nədədir? Yaradıcı oyun dedikdə əsasən bir növ deyək ki, uşaqların özləri tərəfindən, yəni öz ideyalarına əsaslanan oyunlardır. Uşaqların özləri tərəfindən düzəldilir, həyata keçirilir. Yəni belə deyək ki, uşaqlar həyatda gördükləri cisim, hadisələri öz belə deyək təsəvvürlərində, təxəyyüllərində formalaşdırmasıdır, canlaşdırmasıdır. Bu həmçinin uşaqlarda bildiyimiz kimi təxəyyül psixi prosesinin formalaşmasına təkan vermiş olacaq müəllimələr. Həmçinin burada yaradıcı oyun dedikdə uşaqların fantaziyasına, təxəyyüllərinə əsaslanır. Yəni bir növ uşaqlar gördüklərini eyni ilə oyunda əks etdirmir. Öz təxəyyüllərinə əsasən canlandırmış olurlar. Öz oynadıqları rola öz münasibətlərini bildirmiş olurlar. İndi isə keçək qaydalı oyuna. Qaydalı oyun dedikdə isə bu bir növ yaşlılar tərəfindən, bir növ belə deyək də, əvvəlki nəsil tərəfindən ötürülən oyunlardır da. Yəni yaşlılar tərəfindən uşaqların həyatına ötürülür. Yəni belə deyək ki, qaydalı oyun daha çox belə deyə bilərik ki, yüksək təlim, tərbiyə və əhəmiyyət kəsb edir uşaqların həyatında. Yəni uşaqlar burada təbiətə, ətraf mühitə, insanlara qarşı həssas münasibət formalaşır. Həmçinin qaydalı oyunlar bildik ki, folklor nümunələrimizə əsaslanır. Yəni keçmişdən indiki, yəni nəslə doğru gələn oyunlarımızdır. Xalq folkloruna əsaslanır. Qaydalı oyunlar da müəllimələr bildiyimiz kimi iki yerə ayrılır. Mütəhərrik və didaktik olmaqla ayrılır. Gəlin baxaq görək mütəhərrik dedikdə nə başa düşürük, didaktik dedikdə nə başa düşürük. Mütəhərrik oyunlar əsasən müəllimələr hərəkətlilikdir. Yəni burada mühüm rolu hərəkətliliyi nəzərdə tuturuq. Mütəhərrik yəni hərəkətli, aktiv rola malik uşaqlar. Kiminsə fikir var idi? Xeyr müəllimə. Mütəhərrik oyun yəni hərəkətlilik burada mühüm rol oynayır. Yəni buna nümunə olaraq deyə bilərik ki, yürüyüb yoldaşa çatmaq və yaxud da ki, bir növ fiziki hərəkətlər ola bilər, topu atıb tutmaq, hədəfə atmaq. Yəni bu kimi qeyd eləyə bilərik. Daha sonra didaktik oyunlarımız gəlir. Didaktik oyunlar da bildik ki, qaydalı oyunlara daxildir. Didaktik oyun dedikdə əsasən zehni, yəni uşaqların qarşısında zehni tərbiyəsində yəni mühüm rol oynayır da. Didaktik oyun dedikdə əsasən əqli, yəni zehnimiz, əqlimizin inkişafı nəzərdə tutulur. Məsəl üçün, yəni didaktik oyun öyrədici oyundur da, bildiyimiz kimi. Yəni didaktik oyunlarda əsas rol bizim idrakımıza, təfəkkürümüzə əsaslanmış olur müəllimələr. Yəni öyrədici oyun dedikdə biz burada didaktik oyun nəzərdə tutmuş olacağıq. Daha sonra isə bizim yaradıcı oyunlarımız da var idi, bildiyimiz kimi. Yaradıcı oyunlarda bölünürdü müəllimələr. Yaradıcı oyunlarda necə müəllimə? Səsi bağlayardınız da müəllimələr. Kimin səsi açıqdır? Mən çıxa bilmirəm. Bir dəqiqə. Zəhmət olmasa səslərə diqqət eləyin də müəllimələr. İndi biz harda qalmışdıq?
Aha, yaradıcı oyunlar gəlir, müəllimələr. Yaradıcı oyunlar dedikdə isə, yəni bura yaradıcı oyunlar da bildiyimiz kimi 3 hissəyə bölünürdü. Yaradıcı oyun dedikdə bildik ki, uşaqların özləri tərəfindən yaradılır. İndi baxaq yaradıcı oyunun növlərinə. Yaradıcı oyunlar da bildiyimiz kimi 3 hissəyə bölünür. Süjetli rollu oyunlar, dramlaşdırılmış oyunlar və tikinti quraşdırıcı, yəni bir növ konstruktor oyunlar nəzərdə tutulur. Demək, süjetli rollu oyunlar dedikdə əsasən xəyali obrazların yaradılmasıdır. Yəni süjetli rollu oyunlarda əsasən uşaqların təxəyyülü mühüm rol oynayır. Burada bir növ deyə bilərik ki, süjetli rollu oyuna misal olaraq, məsəl üçün uşaqlar həyatda gördükləri, məsəl üçün belə deyək də, uşaqlar satıcı rolunda oynayır, satıcı rolunu yerinə yetirirlər, yanğın söndürən rolunu yerinə yetirirlər, həkim kimi çıxış edirlər. Bu zaman uşaqlarda süjetli rollu oyunlar, yəni bir növ təxəyyülündə olanları canlandırırlar da. Burada əsasən biz deyə bilərik ki, təqlid mühüm rol oynayır. Yəni uşaqlar həyatda gördükləri hadisələri bir növ təqlid edirlər, imitasiya edirlər, oxşadırlar, bənzədirlər müəllimələr. Daha sonra isə gəldik dramlaşdırılmış oyunlara, müəllimələr. Dramlaşdırma da bir növ deyə bilərik ki, biz burada bədii əsərlərin, yəni məzmunun öyrənilməsinə köməklik göstərir. Bir növ hadisələrin daxilinə girməyə bizə kömək edir. Yəni bu da öyrədici, təlimləşdirici xarakter daşıyır müəllimələr. Yəni burada oyunun dramlaşdırılması dedikdə bir növ belə deyək də, oyunun daha çox canlaşdırılması, səhnələşdirilməsi nəzərdə tutulur da. Daha sonra isə gəldi bizim tikinti quraşdırıcı, yəni konstruktor oyunlarımız. Konstruktor oyunlar da bildiyimiz kimi müəllimələr taxta kubların, legoların köməyi ilə bir növ uşaqların qaraj tikintisində istifadə olunur da. Yəni burada legolardan, taxta kublardan istifadə olunur, bildiyimiz kimi. Daha sonra biz nəyə gələcəyik müəllimələr? Qaydalı oyunun növlərini də qeyd elədik biz. Mütəhərrik oyunlarda müəllimələr 2 qrupa bölünürdü. Bunlar da süjetli oyunlar və idman oyunlarına yaxın olan süjetli oyunlar idi. Yəni burada da biz bilirik ki, süjetli oyun qeyd elədik də. Yəni bunlar uşaqlara daha yaxın olan, onların diqqətini daha çox cəlb edən oyunlardır. Daha sonra deyək ki, idman oyunlarına yaxın oyunlarda isə biz burada bir növ uşaqlar oyunda bir növ nağıldan götürmüş epizodları oynanılır da. Daha sonra müəllimələr biz nə deyə bilərik burada? Bildiyimiz kimi müəllimələr orta qrupdan etibarən mütəhərrik oyunun məzmunu daha da mürəkkəbləşmiş olur. Mütəhərrik oyun, yəni bir növ belə deyək də, mürəkkəb oyun olduğuna görə kiçik yaş dövründə hələ tam formalaşmır uşaqlarda. Ona görə də orta qrupdan etibarən uşaqlarda formalaşmağa başlayır. Böyük və məktəbazlıqda əsasən istifadə olunur. Amma bizdən soruşsa ki, daha mürəkkəb, yəni hansı qrupdan olur? Orta qrupda müəllimələr deyəcəyik. Daha sonra müəllimələr biz nəyə gəldik? Yaradıcı oyun da qeyd elədik müəllimələr. Bir dəqiqə. Daha sonra biz nəyə gələcəyik? Didaktik oyunlar. Didaktik oyunları da biz qeyd elədik ki, öyrədici və tərbiyə edici xarakter daşıyırdı. Bir dəqiqə müəllimələr. Həmçinin müəllimələr biz bilirik ki, didaktik oyunların da bir sıra növləri var idi. Didaktik oyunlarımız da 3 qrupa bölünürdü. Bunlar oyuncaqlarla oyun, stolüstü çap oyunları və şifahi oyunları idi müəllimələr. Oyuncaqlarla oyun dedikdə, yəni bir növ əşyaların qavranılması nəzərdə tutulur da. Bu əsasən kiçik yaş əhatə eləyir. Daha sonra müəllimələr gəlir stolüstü çap oyunları. Stolüstü çap oyunları dedikdə bu bizim əyanilik prinsipimizə əsaslanmış olur əsasən. Stolüstü çap oyunları dedikdə biz kartlar, daha sonra biz burada loto deyə bilərik, kartlar, müxtəlif şəkillər nəzərdə tutulur. Yəni daha sonra isə gəlir müəllimələr şifahi oyun. Şifahi oyun isə müəllimələr daha mürəkkəb oyundur. Şifahi oyunlar müəllimələr daha çox biz deyə bilərik ki, sözlü oyunlarda.
yəni şifahi sözlü, nitq şəklində ifadə olunur. Şifahi oyunlar isə kiçik qruplarda hələ yəni elə də formalaşmır müəllimələr. Şifahi oyunlar əsasən böyük və məktəbazlıq qrupunda formalaşmış olur. Buna diqqət edin. Yəni kiçik qrupda formalaşmır elə də. Daha sonra biz nəyə gəldik müəllimələr? Bir dəqiqə. Bu belə, yəni şifahi oyunu da qeyd elədik biz. Daha sonra nəyə gələcəyik müəllimələr biz? Biz bilirik ki, şifahi oyundan əlavə didaktik oyunların belə deyək də oyuncaqların növləri də var. Yəni oyuncaq da bildiyimiz kimi uşaqların həyatında oyuncaqlar da mühüm rol oynayır. Əsasən də kiçik yaş dövründə oyuncaqlar bir növ uşaqlar üçün təhlükəsiz bir mühitdə olmalıdır. Həmçinin belə deyək də elastik olmalıdır. Onların belə deyək də rahatlığı təmin edilməlidir uşaqlar üçün. Daha sonra təhlükəsiz bir mühitdə olmalıdır. Uşaqlar sərbəst, yaradıcı davranmalıdırlar. Bildiyimiz kimi müəllimələr didaktik oyunların növlərini qeyd elədik. İndi isə didaktik oyuncaqların növlərini qeyd edəcəyik. Didaktik oyuncaqlar da bildiyimiz kimi 3 hissəyə bölünür. Hissələrə ayrılan oyuncaqlar var, qurma üçün oyuncaqlar var və stol üstü çap oyunları üçün oyuncaqlarımız var müəllimələr. Bunları qatışdırmayaq. Daha sonra isə yaş qrupları üzrə biz bildiyimiz kimi oyun fəaliyyəti var. 1-2 yaş dövründə oyun fəaliyyəti, yəni burada 1-2 yaşda əsasən uşaqlar müstəqil şəkildə fəaliyyət göstərirlər. İstədiyi, yəni oyun belə deyək də oyun növündə iştirak edirlər. Burada əyləncə mühüm rol oynayır, oyuncaqlarla oyun mühüm rol oynayır. Uşaqlar daha çox yəni hərəkət fəaliyyəti təşkil edilir, toxunaraq bir növ yəni oyuncaqlarla hələ körpədirlər axı. Daha sonra 2-3 yaşda oyun, yəni burada uşaqlar artıq öz fikirlərini, öz ideyalarını, səsləndirdikləri fikirləri başa düşə bilirlər, öz fikirlərini bir növ ifadə etməyi bacarırlar. Həmçinin burada uşaqlarda kommunikasiya bacarıqları formalaşır, idraki, motor bacarıqlarının inkişafını bir növ xəbərdar olmuş oluruq. Daha sonra isə gəlir müəllimələr 3-4 yaşda oyun. 3-4 yaşda oyun isə burada əsasən ətraf aləmin dərk edilməsi üçün, yəni uşaqlar bir növ şəxsi təcrübəsinə əsaslanan oyundan bir növ belə deyək də öz şəxsi təcrübələrini oyuna köçürməyə çalışırlar. Burada da biz bilirik ki, 3-4 yaşdan etibarən uşaqlar artıq oyunun qaydalarına əməl etməyi öyrənmiş olurlar. Həmçinin uşaqlarda qalib gəlmə imkanı formalaşır bu dövrdə. Daha sonra biz nə deyə bilərik? 3-4 yaş, yəni 3-4 yaşda belədir. 4-5 yaşda isə demək, burada biz deyə bilərik ki, uşaqlar artıq oyun rollarını yerinə yetirirlər, müstəqil şəkildə qaydalara müəyyən edə bilirlər, qaydalara riayət etməyi bacarırlar. Həmçinin insanların roluna, hərəkətlərinə bir növ müqayisə etməyi bacarırlar. Böyüklər və uşaqların birgə oyununun təşkili bu dövrdə olur. Daha sonra isə gəlir müəllimələr 5-6 yaş dövrümüz. 5-6 yaşda isə burada artıq uşaqlar hadisələri fərqləndirməyi müəyyən edə bilirlər. Daha sonra bir növ davamlı maraq formalaşır uşaqlarda. Uzun müddətli rollu oyunlarda iştirak edirlər. Yəni bu dövrdə artıq 5-6 yaşda uşaqlar hadisələri fərqləndirirlər. Müqayisə etməyi, ümumiləşdirmə aparmağı, əşyalar arasında oxşar fərqli cəhətləri müəyyən etməyi artıq bacarırlar. Daha sonra isə müəllimələr məktəbəqədər yaş dövründə bildiyimiz kimi bundan əlavə olaraq digər oyun növlərimiz də var idi. Bura təklikdə oyunlar, paralel oyunlar, əməkdaşlıq oyunları, daha sonra sərbəst oyunlar, sensomotor oyunlar, konstruktorla oyunlar, simvolik oyunlar daxil idi müəllimələr. Bura kimi aydın oldu müəllimələr? Bəli, müəllimə. Aha, lap yaxşı müəllimə. Aha, demək biz gəldik nəyə? Demək təklikdə oyunlar müəllimə. Təklikdə oyun dedikdə burada əsasən materiallar və ideyalarla tək başına oyun. Yəni uşaq bir növ belə deyək də tək oynamağa üstünlük verir bu dövrdə. Yəni əşyaları tutmağı, ağzına almağı, daha sonra qulaq asmaq, yəni bu tiplidir. Belə deyək də zəngin səsinə qulaq asırlar.
Yəni bu dövrdə əsasən tək oynamağa üstünlük verirlər uşaqlar. Həmçinin tək oyun müəllimələr 0-2 yaşı əhatə edir. Daha sonra isə gəlir paralel oyunlarımız. Paralel oyun dedikdə isə bəzən təkrarlayaraq, bəzən isə həmin materiallardan istifadə edərək fərqli fəaliyyət növünü həyata keçirməklə bir-biri ilə yanaşı oyun nəzərdə tutulur. Paralel oyunlarımızda 2-4 yaşı əhatə edir müəllimələr. Paralel oyun dedikdə, yəni burada biz necə müəyyən edə bilərik? Uşaqlar məsəl üçün bir oyunda eyni fəaliyyət təşkil edirlər yanaşı şəkildə. Hər ikisinə məsəl üçün tərbiyəçi eyni oyunu verib, amma onlar birlikdə oynamırlar. Hərəsi düzdür, eyni fəaliyyət növündədirlər, amma hərəsi fərqli-fərqli. Yəni təklikdə bir növ belə deyək də oynayırlar bir-birinə mane olmadan. Daha sonra isə gəlir müəllimələr. Paralel oyun dedik ki, 2-4 yaşı əhatə elədi. Əməkdaşlıq oyunları gəlir müəllimələr. Əməkdaşlıq oyunları dedikdə, burada belə deyək də, ideya və rol mübadiləsi aparmaq yolu ilə uşaqların qrupda əməkdaşlıq etmə oyunlarıdır. Yəni burada uşaqlar bir qrupda qaydalara riayət etməyi, birgə kollektiv şəkildə əməkdaşlıq etməyi bir növ mənimsəmiş olurlar müəllimələr. Həmçinin əməkdaşlıq oyunları bildiyimiz kimi 3-4 yaşı əhatə elədi. Yəni kollektiv fəaliyyətdə birgə iştirak nəzərdə tutulur müəllimələr. Daha sonra isə gəldi bizim sərbəst oyunlarımız. Sərbəst oyun dedikdə isə müəllimələr, biz burada nəyi nəzərdə tutacağıq? Sərbəst oyun əsasən tək şəkildə aparılır, amma bir növ belə deyək də, uşaq böyüklərə ehtiyac duyduğu halda, köməyə ehtiyac duyduğu halda böyüklərdən yəni kömək edə bilər. Amma belə də tək başına oyun nəzərdə tutulur. Yəni tək başına və yaşıdları ilə oyun nəzərdə tutulur sərbəst oyun dedikdə. Yəni biz bunu qeyd edə bilərik. Daha sonra isə gəlir müəllimələr sensomotor oyunlar. Sensomotor oyunlar dedikdə isə biz burada belə deyək də motorikanın inkişafı əsas götürülür. Yəni uşaqlar məsəl üçün əllərinə qum, su, gil, yəni bu tipli əşyaları almaqla onları müşahidə etməyi, ətraf aləmə bələdləşməyi öyrənmiş olurlar. Bu da onlarda kiçik motorikanın formalaşmasına təkan vermiş olur. Sensomotor oyunlar dedikdə isə müxtəlif materiallardan hazırlanmış oyuncaqların köməyi ilə su və qumu qarışdıraraq və ya papier-maşədən formalar hazırlamaqla həm lamisə üzvlərinin, həm də fiziki hərəkətlərin istifadəsi ilə əşyaların xüsusiyyətlərinin öyrənilməsidir müəllimələr. Yəni bizdən sensomotor oyun dedikdə biz burada bir növ toxunaraq yəni nəzərdə tutulur da, lamisə üzvlərinin köməyi ilə nəzərdə tutulur. Daha sonra isə gəlir konstruktorlu oyunlarımız. Konstruktorlu oyunlar dedikdə isə taxta kubların və ya legoların istifadəsi ilə oyuncaq maşınları üçün qarajların tikintəsində müxtəlif konstruksiyaların yaradılmasıdır müəllimələr. Yəni burada taxta kublardan, legolardan istifadə edərək. Həmçinin bu bildiyimiz kimi bizim estetik və yaradıcı deyək, inkişaf sahəmizə əsaslanmış olur müəllimələr. Daha sonra isə gəlir bizim süjetli rollu oyunlar və simvolik oyunlarımız. Biz bunları necə ayırd edəcəyik? Əvvəlcə qeyd eləyək süjetli rollu oyun nədir, simvolik oyun nədir? Süjetli rollu oyun dedikdə biz burada xəyali bir növ belə deyək də, xəyali obrazların yaradılmasıdır, hisslərdir, hadisələrdir, insanlardır, heyvanların imitasiyası, təqlidi, müxtəlif jest və mimikalardan istifadə edilmə nəzərdə tutulur. Yəni simvolik oyunda isə simvolik və ya xəyali olaraq konkret müəllimələr, konkret şəkildə əşya, obyekt, hərəkət və hadisələrin təsvir olunmasıdır. Gəlin baxaq bunları necə fərqləndirəcək. Süjetli rollu oyun dedikdə müəllimələr, biz burada xəyali obrazların yaradılması, məsəl üçün uşaq atanın, ananın rolunu yerinə yetirir və yaxud mağazada satıcı rolunda çıxış edir, yanğın söndürən, daha sonra polis, həkim rolunda çıxış edir. Yəni bir növ təxəyyülündə olan hadisələri canlandırmasıdır. Yəni süjetli rollu oyunlarımız həm estetik və yaradıcı inkişaf sahəmizə əsaslanmış olur, həm də bizim uşaqların bir növ təxəyyülünə, ideyalarına əsaslanır müəllimələr. Simvolik oyun dedikdə isə bu bir növ belə deyə bilərik ki, biz burada konkret əşya, obyekt, hadisələrin təsviridir. Məsəl üçün uşaq bir növ deyək ki, qazan qapığından maşın rolu kimi istifadə edir. Yəni bu tipli müəllimələr.
nəzərdə tutulur. Yaxud da ki, taxta parçalarından, qutularından nəsə obyekt hazırlamağa çalışır. Həmçinin müəllimələr simvolik oyun, konstruktiv və dramatik oyunu təşkil edir. Yəni bunu da yadınızda saxlayın. Həmçinin müəllimələr biz deyə bilərik ki, uşaqlar artıq 3 yaşından, 2,5-3 yaşından etibarən xəyali oyunlar oynamağa üstünlük verirlər. Yəni bir növ belə deyək də, imitasiya əsaslıdır süjetli rollu oyunlar. Simvolik oyunda isə yəni uşaqların bir növ ideyalarına əsaslanır, təsəvvürlərinə, məsəl üçün, yəni nədən, hansısa əşyadan müxtəlif başqa bir məqsədlərlə istifadə edilməsidir. Belə müəllimələr, oyunlar dərsimiz bu qədər. Aydın oldu müəllimə? Bəli, müəllimə. Aha, lap yaxşı. Bəli. Aha, indi dərsimiz bu qədər müəllimələr. Axşamınız xeyir. Aha, axşamınız xeyir müəllimələr. Biraz gec qoşuldunuz deyəsən. Mövzunun izahı bitdi. Yox, bayaqdan qoşulmuşam. Sadəcə sizə mane olmaq istəmədim, bağladım. Hə, müəllimə, eyb yox. Aha, oyunlarımız bu qədərdir müəllimələr. İndi sual-cavab olmaq istəyən var oyunlar mövzusunda. Nisbətən bəli. Aha, kim sual-cavab olmaq istəyirsə əlini qaldırsın. Müjgan müəllimə, sual-cavab eləyim sizə. Mən eləyin, amma tam belə mövzunu bilmirəm bugünkü dərsimiz, amma yadımda qalanı çalışacağam. Yaxşı, onda əvvəlki dərsdən sizə sual verərəm. Buyurun. Müəllimə, inkişaf etdirici təlim mühiti neçə yer ayrılırdı? Mən necə? İnkişaf etdirici təlim mühiti neçə yer ayrılırdı müəllimə? 2. Xarici mühit, daxili mühit. Aha, daxili inkişaf etdirici mühit nə idi müəllimə? Daxili inkişaf etdirici mühit təhsil müəssisəsinin, yəni daxilindədir. Sinif otağı nəzərdə tutulur. Amma xarici mühit isə bağçanın həyətyanı ərazisi, sahəsi nəzərdə tutulur. Aha, bəli müəllimə, düz qeyd elədiniz. Yaxşı müəllimə, fəaliyyət mərkəzləri dedikdə nə nəzərdə tutulur? Fəaliyyət mərkəzləri dedikdə nə nəzərdə tutulur? Güşələr. Aha, bəli müəllimə, güşələr nəzərdə tutulur. Müəllimə, fəaliyyət mərkəzlərimiz, güşələrimiz nəyə əsasən təşkil edilir? Yəni burada nə nəzərə alınır əsasən? Əsasən uşaqların maraq və ehtiyaclarına, bir də müəssisədə olan resurslara. Aha, bəli, əsasən uşaqların maraq və ehtiyacına əsasən hazırlanır. Amma həmçinin biz deyə bilərik ki, inkişaf sahələrinin əsasında təşkil edilir müəllimə. Bəli. Yaxşı müəllimə, uşaqlar üçün güşələr hansı prinsipə əsaslanırdı? Ülviyə müəllimə, səsi bağlayın. Uşaq yönümlülük prinsipinə. Yox müəllimə, digər prinsiplərdən. Əyanilik. Aha, bəli müəllimə, əyanilik. Bəs müəllimə, siz mənə nəyə qeyd edin? Məktəbə hazırlıq qrupunda istifadə olunan hansı güşə idi müəllimə? Məktəbə əl əməyi. Aha, bəli müəllimə. Yaxşı müəllimə, məktəbə qədər belə deyək də təhsil yaş dövründə hansı oyunlar formalaşırdı? Məktəbə hansı oyunlar? Aha. Təklikdə oyun. Sərbəst oyunlar, təklikdə oyunlar, paralel oyunlar, sensomotor oyunlar, sujet rollu oyunlar, simvolik oyunlar, konstruktorlu oyunlar. Aha, paralel oyun dedikdə nə başa düşürsünüz müəllimə? Paralel oyunda uşaqlar yanaşı oynayır. Sadəcə bir-birindən ayrı fəaliyyət göstərir. Hərəsi başqa bir şey. Yanaşı oynayırlar, amma başqa şeylərə fəaliyyətdə olurlar. Aha, yəni hərəsi bir oyuncaq olur. Yaxşı müəllimə, siz bir də əməkdaşlıq oyunu var idi. Aha, sərbəst oyun ilə təklikdə oyunun fərqini qeyd edə bilərsiniz. Təklikdə oyun uşaq tək başına oynayır. Yəni, amma sərbəst oyunda uşaq yenə də tək başına oynayır, amma yəni istədiyi vaxt böyüklərdən kömək istəyə bilir. Aha, bəli. Ehtiyac duyduqda böyüklərin dəstəyi olur. Aha. Bəs müəllimə, o hansı oyun idi ki, orada uşaqların lami sözləri formalaşırdı? Sensomotor oyunlar. Aha. Sensomotor oyunlar hansı inkişaf sahəsində formalaşır müəllimə? Sensomotor oyunlar inkişaf sahəsi. Aha, bəli. Fiziki inkişaf. Aha, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik müəllimə. Təhlükəsizlik. Aha. Yaxşı müəllimə, o hansı oyun idi ki, orada uşaqlar qazan qapağından maşın rolu kimi istifadə edirdi?
Bu sujet simvolik oyunlar. Aha, bəli müəllimə. Qazan Simvolik. qapağından rol kimi istifadə edir, taxta parçasından telefon kimi istifadə edir. Aha, bəli müəllimə. Bəs müəllimə, o hansı oyun idi ki, dramatik və konstruktiv oyunu təşkil edirdi? Simvolik oyunlar. Aha, bəli müəllimə. Körpələr qrupunda oyun necə təşkil olunurdu müəllimə? Körpələr qrupunda oyun uşağın düzgün ahəngdə inkişafına kömək edir. Yəni oyun məşğələ formasında müəllimə. Məşğələ formasında, bəli. Aha. Yaxşı müəllimə, təklikdə oyun hansı səriştəmizə əsaslanır? Təklikdə oyun hansı səriştəmizə? Yox, diferensial. Səriştə müəllimə. Hə, onu bildim müəllimə. Təklikdə oyun. Sərbəst oyun. Səriştə müəllimə. Bildim müəllimə. Şəxsi sosial məsuliyyət. Yox müəllimə, müstəqil öyrənmə. Müstəqil öyrənmə, hə, bayaqdan onu təqdim etdim. Yaxşı müəllimə, süjetlər rolu oyunlar hansı inkişaf sahəsində formalaşırdı? Süjet rollu oyunlar hansı inkişaf sahəsində estetik yaradıcı. Aha, bəs hansı səriştədə müəllimə? Süjet rollu oyunlar hansı səriştə? Bilmədim müəllimə. Müəllimə, kreativlik, yaradıcılıq. Kreativlik, yaradıcılıq. Hə, yadıma düşdü. Yaxşı müəllimə, əməkdaşlıq oyunları dedikdə nə başa düşürsünüz? Əməkdaşlıq oyunu birgə oynamaq. Uşaqların bir yerdə oynamaq. Aha, bəs bu hansı inkişaf sahəsinə əsaslanır? Bu sosial emosional inkişaf sahəsində. Aha, bəs səriştə olaraq müəllimə? Səriştə olaraq da fəaliyyətlərdən əməkdaşlıq. Aha. Oyunun uşaq həyatında nə kimi əhəmiyyəti var müəllimə? Uşağın oyunda uşaq əməkdaşlıq etməyi öyrənir, bir yerdə oynamağı öyrənir, nitq inkişaf edir. Aha, bəli müəllimə. Sonra yaxşı müəllimə, siz mənə qeyd edin. İdeya və rol mübadiləsi ilə təşkil edilən oyun hansı idi? Necə? İdeya və rol mübadilə, sujet rollu oyunlar müəllimə. Xeyr müəllimə. Əməkdaşlıq oyunları müəllimə. Əməkdaşlıq oyunları. Yaxşı müəllimə, siz mənə qeyd edin, hansı oyunda taxta kublardan, legolardan istifadə edirdi uşaqlar? Konstruktorlu oyunlarda. Aha, bəli müəllimə, konstruktorlu oyunlarda. Yaxşı müəllimə, siz mənə qeyd edin, paralel oyun neçə yaş əhatə elədi müəllimə? Paralel oyunlar 3 yaşı. 2-4 yaş müəllimə. Aha, yaxşı müəllimə, süjetli... Onu qeyd edeyim də müəllimə. Aha, yaxşı müəllimə. Təklikdə oyun müəllimə 0-2 yaş əhatə eləyir. Qeyd eləyirsiniz müəllimə? Bəli müəllimə. Aha, təklikdə oyun 0-2 yaş əhatə eləyir. Daha sonra paralel oyunlar 2-4 yaş əhatə eləyir. Əməkdaşlıq oyunları isə 3-4 yaş əhatə eləyir. Paralel oyunun ən son mərhələsi müəllimələr bildiyimiz kimi əməkdaşlıq oyunları olacaq. Aha, qeyd elədiniz müəllimə? Bəli müəllimə, qeyd elədim. Yaxşı müəllimə. Siz mənə qeyd edin, güşələr necə təşkil olmalı idi müəllimə? Orada nələr nəzərdə tutulmuşdu? Güşələr uşaqların fərdi maraqlarına uyğun olaraq təşkil olunur. Əlçatan vəziyyətdə olmalıdır. Uşaq istədiyi vaxt, yəni kiçik qrup, böyük qrup bir yerdə əməkdaşlıq edərək bir yerdə oynaya bilsinlər. Bəli müəllimə. Həmçinin uşaqlar burada kiçik qruplarda birləşərək əməkdaşlıq edirlər. Uşaqlar üçün təhlükəsiz, sərbəst mühit yaradılır. Uşaqların əl çatan yerdə vəziyyətində qoyulmalıdır orada olan oyuncaqlar, materiallar. Uşaqlar sərbəst, yaradıcı, müstəqil şəkildə davranmalıdırlar. Həmçinin müəllimələr fəaliyyət mərkəzləri bildiyimiz kimi bir-birindən ayrı şəkildə təşkil edilir və fəaliyyət mərkəzləri uşaqların yaşına əsasən, yaş səviyyəsinə əsasən təşkil edilir və əyanilik prinsipinə əsaslanır.
Maraq və ehtiyaclarına əsaslanır uşaqların. Yaxşı Müjgan müəllimə, çox sağ olun. Siz də sağ olun. Digər müəllimələr, Ülviyə müəllimə. Ülviyə müəllimə. Bəli. Açdım mikrofonu. Yaxşı müəllimə, siz mənə qeyd edin, oyunun uşaq həyatında nə kimi əhəmiyyəti var? Oyun həm əməkdaşlıq olur, ünsiyyət olur, sosial, emosional, hər tərəfli, fiziki, idraki inkişaf eləyir, hər sahə üzrə. Uşağın hər tərəfli inkişafı. Yaxşı müəllimə, oyunlar məzmununa görə neçəyə yerə bölündü? Yaradıcı və qaydalı. Yaradıcı oyunun qaydalı oyundan fərqi nədədir müəllimə? Yaradıcı oyun təxəyyüllə bağlıdır ən çox. Amma qaydalı təfəkkürlə məncə. Yox müəllimə, xeyr. Yaradıcı oyunlar müəllimə bir növ uşaqların özləri tərəfindən düşünülüb hazırlanır. Yəni onların bir növ təxəyyülünə əsaslanır. Amma qaydalı oyunlar bir növ keçmiş nəsildən gəlir, folklorumuza əsaslanır müəllimə. Yaxşı müəllimə, siz mənə qeyd edin. Hadisələrin daxilinə girməyə imkan verən oyun növü hansı idi sizcə? Hadisələrin daxilinə girmək? Yaradıcı. Dram, Rol üzrə oxunur, orada əşya olmur, onu biləm. Bəs müəllimə, hansı oyunda uşaqlar daha çox polis, yanğın söndürən, həmçinin satıcı rolunu yerinə yetirir? Süjetli rollu. Süjetli rollu. Qaydalı oyunlar neçə yerə ayrılırdı? Mütəhərrik və didaktik. Bəli, müəllimə. Yaxşı müəllimə, ideya və rol mübadiləsi aparmaq yolu ilə hansı oyun idi o? İdeya və rol mübadiləsi aparmaq yolu ilə təşkil edilən oyun. Demişdiniz bayaq, yadımdan çıxdı. Əməkdaşlıq oyunları müəllimə. Əməkdaşlıq. Yaxşı müəllimə, şifahi oyun hansı qrupdan təşkil edilirdi? Şifahi böyük qruplarda. Bəli, nəyə görə kiçik qrupda olmur? Hələ onlar dilləri açılmır, nitqi hələ tam inkişaf eləmir, həm də tapmaca üsuluna aiddir, o da böyük qruplarda ən çox işlənir. Mənə elə gəlir. Bəli, müəllimə. Yaxşı müəllimə, uşaq təxəyyülünə əsaslanan oyunlarımız hansı idi? Simvolik olarmı? Yox müəllimə. Yaradıcı oyunlar müəllimə. Yaradıcı. Həmçinin süjetli rollu oyunlarda. Yaxşı müəllimə, süjetli rollu. Konstruktorlu oyun hansı inkişaf sahəsinə əsaslanır? Konstruktor idrak. Xeyr. Mənə elə gəlir. Onda sensomotor. Müəllimə, inkişaf sahəsi deyirəm. İnkişaf sahəsi konstruktor. Mən onu riyaziyyat bilirəm, amma kim qeyd eləyə bilər? Ona görə idrak. Estetik və yaradıcı oyun müəllimə. Estetik, bəli, Onda quraşdırmaya aiddir, ona görə elə, müəllimə. Yəni estetik dedikdə konstruktorla da, yəni taxta kublardan, legolardan nəsə uşaqlar yaradırlar, qururlar. Başa düşdüm, Yaxşı müəllimə, xəyali obrazların yaradılması hansı oyundaydı? Xəyali obrazlar simvolik. Bəli, simvolik. Yaxşı müəllimə, təklikdə oyun neçə yaş əhatə eləyirdi? Təklikdə oyun 2-4. Xeyr. Yoxsa 0-2. 0-2 müəllimə. 0-2, mütəhərrik oyun dedikdə müəllimə nə başa düşürsünüz? Ortada qaldı, yəni xalq folklorundan gələn oyunlar. Qaydalı. Xeyr müəllimə. Mütəhərrik oyun müəllimə. Hərəkətli. Hərəkətli oyunlar. Hərəkətli oyunlar. Bu hansı inkişaf sahəmizə əsaslanır mütəhərrik oyunlar? Fiziki olar. Böyük sensomotor hərəkət. Bəli müəllimə, çox sağ olun müəllimə. Allah razı olsun. Başqa digər müəllimələr sual cavab olmaq istəyirsiniz?
Şərafət yazılan müəllimə. Ruhangiz müəllimə. Yaxşı, onda sual cavab olunmaq istəmirsinizsə, digər müəllimələrlə davam edək. Salam, axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Oxumusunuz bu mövzunu? Bilirsiniz yəni? Bəli. Yaxşı müəllimə, öyrədici oyun hansı oyun təşkil edir? Öyrədici oyun hansı oyun təşkil edirdi? Öyrədici oyunlar didaktik oyunlardır, stolüstü çap oyunları. Didaktik oyun deyilikdə müəllimə nə başa düşürsünüz? Nə deyə bilərsiniz bu haqda? Didaktik oyunlar uşaqların təfəkkürünü inkişaf etdirən oyunlardır. Təfəkkür deyəndə zehni cəhətdən uşaqları düşündürən, hər hansı bir oyun vaxtı. Məsələn, yaradıcı oyundur da, hər hansı bir kağızlar, rəngli kağızlar. Yox müəllimə, belə deyək də, didaktik oyun dedikdə əsasən uşaqların həm təfəkkürü, qavrayışı, təxəyyülü, yəni hər tərəfli inkişaf nəzərdə tutulur. Burada didaktik oyun, yəni uşaqların qarşısında əqli vəzifə dayanır da, əsasən zehni oyundur da, idraki. Bəli, idraki, zehni cəhətdən inkişaf edən oyundur. Yaxşı müəllimə, hansı qrupdan etibarən mütəhərrik oyun daha mürəkkəb olur? Mütəhərrik oyunlar mürəkkəbləşir. 3-4 yaşından artıq başlanılır öyrənməyə, daha çox 5-6 yaşında da mürəkkəb olur. 3-4 yaşda müəllimə. Yox, 3-4 yaşından öyrədilir, mürəkkəbləşir daha çox. Yaxşı müəllimə. Siz mənə qeyd edin, tərbiyəvi və öyrədici xarakter daşıyan oyun hansıydı? Tərbiyəvi və öyrədici xarakter daşıyan oyun. Tərbiyəvi. Tərbiyəvi, qaydalı oyunlar. Xeyr. Kim qeyd eləyə bilər? Biləniniz var? Öyrədici. Öyrədici didaktik oyundur da. Didaktik oyunlar müəllimə. Yaxşı müəllimə, oyuncaqların hansı növləri var idi? Oyuncaqların hansı hissələrə ayrılan oyuncaqlardır? Oyuncaqlar. Hissələrə ayrılan oyuncaqlar bir də nədir? Musiqili. Musiqi, xeyr. Musiqili oyuncaqlar. Stolüstü çap oyunları. Stolüstü çap oyunları həm. Yaxşı müəllimə, paralel oyun neçə yaş əhatə edir? 2-4. Bəs əməkdaşlıq oyunları? Əməkdaşlıq oyunları. Əməkdaşlıq 3-4 ola bilər. 3-4 yaş əhatə edir. Yaxşı müəllimə, paralel oyunun son mərhələsi hansı idi? Hansı oyun təşkil edirdi? Paralel oyunun son mərhələsi paralel oyun. Artıq əməkdaşlıqdır da, paralel oyunun son mərhələsi. Yaxşı müəllimə, siz mənə nəyi qeyd eləyin? Uşaqların özləri tərəfindən yaradılan oyun növü hansı idi müəllimə? Yaradıcı oyunlar. Özləri tərəfindən yaradılan yaradıcı oyunlar. Yaxşı müəllimə, stolüstü çap oyunlarına nələr daxildir? Stolüstü çap oyunlarına daxildir. Stolüstü çap oyunlarına. Legolardır, konstruktorlardır onlar. Stolüstü çap oyunları, didaktik stolüstü çap oyunları. Puzzle'lardır, mozaikalar. Loto, kart, şəkillər. Loto, şəkillər, bəli. Laminasiya olunmuş məsələn. Yaxşı müəllimə, siz mənə qeyd edin, qaydalı oyunla yaradıcı oyunun fərqi nədədir müəllimə? Qaydalı oyunlar bizə yaşlılar tərəfindən gəlib çıxmışdır. Yəni onlar konkret qaydaya malik olur. Məsələn, onlar dəyişilmir də. Bizim qədim oyunlarımız var, bənövşədir, şəkərbura oyunudur, ənzəlidir, sonra müxtəlif oyunlar var. Bəli. Bəs yaradıcı oyun nədir müəllimə?
Yaradıcı oyunlar isə uşaqların özləri tərəfindən yaradılır. Məsələn, spontan oyun kimi belə götürmək olar da. Məsələn, ani olaraq da yaradıla bilər. Hansı bir qayda qoyulur, yaradılır və uşaqlar bu qaydalara əməl edirlər. Özləri tərəfindən də yaradılır. Yaxşı, müəllimə, Lami sözlərinin belə deyək də inkişafı ilə formalaşan oyun növümüz hansı idi? Lamisə necədir? Məsələn, meyvəni də adından tanı, sonra iyinə görə tanı, belə, rənginə görə hansı oyunu təşkil edirdi müəllimə Lami sözlərinin inkişafı? Lamisə, nəyi inkişaf edir? Hansı oyundaydı müəllimə? Lami sözlərinin inkişafı hansı oyundaydı? Lamisə sensomotor oyunlardır. Aha, sensomotor idi. Yaxşı müəllimə, siz mənə qeyd eləyin nəyi? Simvolik oyunla sujetli rollu oyunun fərqi nədədir? Simvolik oyunlar uşaqlar tərəfindən özləri yaradılır, məsələn, düzəldilir. Nəysə, uşaqların yaradıcılığından aiddir. Kreativ nəsə düzəldirlər də, məsələn, kardondan, taxta parçasından nəysə düzəldirlər. Amma sujetli rollu oyunlar isə uşaq hər hansı bir rola girir, məsələn, müəllim roluna, təyyarəçi roluna, tutaq ki, maşın sürür, nədənsə istifadə edir. Məsələn, özünü şofer kimi, məsələn, sürücü kimi təsəvvür eləyir, canlandırır. Yaxşı müəllimə, siz mənə qeyd eləyin, sərbəst oyun dedikdə nə başa düşürsünüz? Sərbəst oyun. Sərbəst oyun adından görünür ki, uşağın sərbəst özünün tək başına oynadığı oyundur, sərbəst. Özünün sərbəst oynadığı, müstəqil oynadığı oyundur. Aha, həmçinin burada biz bildik ki, böyüklərin müdaxiləsinə yol verilir. Yəni, uşağın ehtiyacı olduğu halda. Bəli, ehtiyacı olanda böyüklər müdaxilə edə bilər. Aha, bəli. Uşaq təxəyyülünə əsaslanan oyun hansı idi müəllimə? Uşaq təxəyyülünə əsaslanan oyun, təxəyyülünə simvolik oyun ola bilər. Təxəyyülə. Yaradıcı oyun müəllimə. Yaradıcı oyunlar, var. Aha, müəllimə, didaktik oyun hansı oyun növünə daxil oldu? Didaktik oyun. Qaydalı müəllimə. Yaxşı müəllimə, yaradıcı oyunun hansı növləri var idi? Süjetli rollu oyunlar, yaradıcı oyunlar, konstruktorlarla oyun, bir də süjetli, dramlaşmış oyunlar. Aha, bəli müəllimə, bir də dramlaşdırmış oyunlar. Aha, yaxşı müəllimələr, bugünlük bu qədər. Gecəniz xeyrə qalsın. Çox sağ olun, təşəkkür edirəm. Aha, sağ olun müəllimələr. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun, Allah razı olsun. Sağ olun, çox sağ olun. Eyni anda sizin qrupda imtahandaydım. Siz müəllimə?